Sual 58. Sualda nə deyir? Qarışıq verilmişdir, mol sayı verilmişdir, tam yanmasına sərf olunan oksigenin mol sayı verilib və qarışığın kütləsi bizdən soruşulur. İlk növbədə yanma reaksiyasını yazmaq lazımdır. Sadəcə mən yanma reaksiyasını başdan sona qədər deyil, yalnız mənə lazım olan hissəni, yəni karbohidrogen ilə oksigenin mol sayı yazılan hissəni yazacağam. Bizə nə verilib? Bizə deyilir ki, bunların başlanğıc mol sayı 5-dir. Əgər mən düşünsəm ki, bu 2A qədər reaksiyaya daxil olub, deməli, bu nə qədər reaksiyaya daxil olacaq? 5 çıx 2A qədər. Düzdürmü? İndi əgər bu aşağıda C4H6 2A qədər reaksiyaya daxil olarsa, oksigen nə qədər reaksiyaya daxil olacaq? Baxın, 2-yə 2-dirsə, 11-ə də neçə olacaq? 11. Yəni 11A qədər. Bəs yaxşı, buradakı, yuxarıdakı oksigen nə qədər reaksiyaya daxil olacaq? Baxın, bu 1 mol girəndə oksigen 3 mol girir. Yəni 3 vurulsun 5 çıx 2A qədər reaksiyaya daxil olacaq. Düzdürmü? İndi mənə nə deyir? Deyir ki, tam yanmasına sərf olunan oksigenin mol sayı 20-dir. Yəni, bunun cəmi 20 etməlidir. İndi bunu yazıb A-nı tapaq. 15 çıx 6A üstəgəl 11A bərabərdir 20. 15 üstəgəl 5A bərabərdir 20. A neçəymiş? A bərabərdir 1. İndi aldığım bu A-nın qiymətini yerinə qoysam, yəni gətirib bura və buraya qoysam, mənə nə verəcək? Qarışığın kütləsini. Niyə? Çünki mol sayına uyğun olaraq maddənin kütləsini hesablayacağam və nəticədə qarışığın ümumi kütləsini ortaya çıxaracağam. Demək, burada 3 mol nə var imiş? C2H4 var imiş. 2 mol da C4H6 var imiş. İndi bunların kütləsini ümumi hesablayaq və qarışığın kütləsini çıxaraq. C2H4-ün kütləsi 1 mol üçün 28 qramdır. C4H6-nın kütləsi isə 1 mol üçün 54 qramdır. İndi düşünsək ki, C2H4-dən 3 mol, C4H6-dan isə 2 mol var idi. Ümumilikdə kütlə nə qədər edəcək? Kütlə edəcək 3 vurulsun 28 üstəgəl 2 vurulsun 54. O da bərabərdir 192. Deməli, ümumi kütlə nə qədər imiş? 192 qram imiş.